Qadın alimentə görə boşanır. Elə də üzr istəyirəm ifadəmə görə. Çox belə elə bir ki, dağları verirlər. Sizin uşağınıza verilir də. Bu uşaq belə bir daha həmişə deyirəm, dipçək deyil ki, bir kolkös deyil ki, suladıqca belə şlanqı tutan suladı, özü-özünə çıxdı, yedi, içdi, nəqliyyatla getdi, gəldi. Elə də belə çox böyük bir məbləğ biri var ki... Bunu bir adam, iki adam demir, bunu çox adam deyir. Məni bir adam, iki adam... O vicdansızlığın ən son həddi. Nə qədər vicdansız var? Vicdansız, bəli. Vicdansızlar, bəli. Nə qədər vicdansız? Qadın alimentə görə boşanır deyən insanlar vicdansızdırlar. Sosial şəbəkədə bilsən nə qədər insan var elə. Hamını biz vicdansız necə adlandırırlar? Çünki sosial şəbəkədən çox real həyatda yaşamaq lazımdır. Çox vaxt bizə bu sual verirlər ki, siz TikTok'da varsınız, Facebook'da varsınız, Instagram'da. Çünki real həyatda bizim işimiz daha çoxdur. Facebook'da bütün günü oturanlar, bütün günü nə bilim Instagram'da, TikTok'da oturan insanlar mənə elə gəlir ki, sosial mediada əvvələ küçələrdə avaralanırdılar, indi sosial mediadan avaralanırlar. Daha çox real həyata nifrət və hiddətin əleyhdarıyam. Bəli, amma nifrət və hiddət, bayaq birinci cümləmə oldu, qadın və kişilərin soyuq müharibəsi bizim cəmiyyətə heç nə verməyəcək, yalnız travma. Heç bir cəmiyyətə, nəinki bizim, ümumiyyətlə. Biz indi özümüzdə yaşayırıq bunu və bu ağrıdır.